Valideynlərdən xahiş edirəm, hamısının əllərindən öpürəm, gənc valideynlərdən də, digərlərindən də. Xahiş edirəm, balalarınıza məhəbbət göstərin. Ata-anadan bala məhəbbət görsün. Deyəndə ki, gündə uşağı döyürsə ata, o gün dedim, acılayırsa, acı söz deyirsə ata-ana, sonra gəlir minbərdə eşidir ki, Allah anadan mehribandır, Allah atadan mehribandır. Uşaq deyir ki, benim ata-ana mehribandır ki, Allah mehriban olsun. Allahın mehribançılığını ata-ana ilə təcrübə eləməlidir övlad. Tənbehin də bir həddi var, danlamağın da bir həddi var. Danlayanda da elə danla ki, hiss eləsin ki, sevgidən danlayırsan, öz qəzəbindən danlamırsan, öz kinündən danlamırsan. Hərdən yaddan çıxırır, uşağa niyə qışqırır? Özünün əsəbidir. Uşağı vasitə eləyib özünə ki, sən oxumasan mən neynəyəcəm, cəmaatdan biabır olacam. Cəmaatın uşağı oxuyub. Bu öz nəfsinə uşağını qurban eləyib, onu oxumağa da öz nəfsi üçün vadar eləyir ki, diplomun olmasa mən qohum içinə necə çıxım? Uşaqla məhəbbətlə davranın ki, uşaq Allah məhəbbətini, Allahın insana olan məhəbbətini ailədə təcrübədən keçirsin.